Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Təbriz küçəsinin döngələrinin birində deməli 3 sot torpaqda böyük bir zal, eyni zamanda 2 böyük otaq olan, bax qarşıda gördüyünüz belə bir həyət evi satılır. Hal-hazırda mən sizə zalını göstərirəm. Təmirini necə görürsünüz bu cür də var. Hal-hazırda zalın deməli uzunluğu 14 metrdir, eni isə 4 metrdir. Ümumi sahəsi, yəni kvadrat metrdə mən baxdım 150 kvadrat metrdir. Burası otaqlardan biridir. Bax otaqlar necə görürsünüz bu cür də var. Deməli harca 5-in 7-yədir. Yenidən otağın təmirini bax hansı vəziyyətdə olmağını mən sizə göstərirəm. Sənədi çıxarışdır. Asan xidmətdə alqı-satqı edən sənəddir. İndi isə ikinci otağa keçirəm. İkinci otaqda da deməli burada da uzunluğu 7 metr, eni isə 4 metrdir. Bax bu cürdür. Təbriz küçəsindən bu həyət evinə qədər olan məsafə maksimum mən elə gəlir ki, hardasa 200-250 metr olmalıdır. Yenidən mən sizə deməli zalını göstərirəm. Bax zalı bu cürdür. Zalı bu cürdür. Bildiyiniz kimi Təbriz küçəsindən 7 nömrəli marşrut işləri İnsə məhəlləsinə çıxıram. 3 sotdur. Deməli hal-hazırda bağışlayın. Deməli hal-hazırda mən sizə naviyesin alt hissəsini göstərirəm. Küçəsi genişdir, geniş demək mümkündür. Deməli yan-yana 2 maşın keçir. Mən şəxsən bunu özüm gördüm. Bax hal-hazırda siz deməli naviyesin alt hissəsini görürsünüz. Naviyesin uzunluğu belə 14 metrdir, belə isə 10 metrdir. Bax yenidən naviyesin alt hissəsini göstərirəm. Böyük bir badvalı var. Bax gördüyünüz bu letni mətbəğin alt hissəsi badvalıdır. Bir də mənə deyilənə görə deməli bu mətbəğin altı badvalıdır. Mətbəğin ölçüsü 4-ün 4-dədir. Burada pol taxtadır. İnsanlarına keçirəm. 3 tonluq su bakı var. Qarşıda hamamını görmək mümkündür. Deməli stil sistemi kombidir. Bax hamam bu cürdür, necə görürsünüz. Bax belə bir həyət evinin qiyməti 72 min manatdır. Qiymətində mən bildiyimə görə razılaşma olmalıdır. Yenidən mən sizə deməli mətbəğini göstərirəm. Hörmətli və dəyərli insanlar, sizlərdən xahiş olunur videoları bəyənin. Deməli bax burada məktəb dedikdə, orta məktəb dediyində bax bu istiqamətdə deməli 8 nömrəli orta məktəb, bu istiqamətdə isə yəni 8 nömrəli orta məktəb yerləşir, yox nabarot. Bu tərəfdə deməli 8 nömrəli, bu istiqamətdə isə deməli 38 nömrəli orta məktəb yerləşir. Yenə təkrar edirəm. Bax gördüyünüz kimi yəqin görmək mümkündür. Ətrafda bildiyiniz kimi çoxlu sayda yaşayış var. Bax burada bu cürdür. Yəni gedişi də, gəlişi də avtobusa deyim ki, o qədər də yaxındır. Təxminən ola bilər də 200-250 metr olsun. Yenidən mən sizə naviyesin alt hissəsini göstərirəm. Dediyim kimi qiymətin 72 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Sizlərə uğurlar.